Qubada körpü çökən əraziyə rayon Fövqəladə Hallar Komissiyasının və digər qurumların nümayəndələri gəlib. Körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyev İbrahimov mediaya açıqlama verib. O bildirib ki, hadisə Quba Qonaqkənd Muçu avtomobil yolunun 7-ci kilometrliyində baş verib. 1-ci və 2-ci Nüqədi kəndləri sərhəddində ümumi uzunluğu 101 metr, eni isə 8 metr olan körpüdə qəzalı vəziyyət yaranıb. Nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Alternativ yollar var. Pirvahid yolundan istifadə edə bilərlər. Hadisə nəticəsində Quba rayonunun 60-dan çox kəndinə aparan əsas yol bağlanıb. Bu istiqamətdə olan kəndlərdə 51 mindən çox əhali yaşayır, o bildirib.